Vahid, deyirdin ayrıcı olarak yaranış anı ilə bağlı yeni anlamlar deyilmişdi. Amma bəlkə də mən başqa bir insandan belə deyimləri eşitmiş olsaydım, şübhə ilə yox, qəribəliklə baxardım. Bu deyimlərdə qəribəlik yoxdur. Olduğu kimidir. Nə edək ki, Yaradandan qədərimizə bu düşüb. Böyük Yaradan ilki ilk kimi yaranışdır anını bildirir. Mən mərkəzdə duranda, iki tərəfə, iki səmtə işıq saçanda, yaranışın, kainatın yaranış qədərinin səcdəsinə duranda, ilk işığın mərkəzdə olub. İki səmtə yaranışın ilkinə bax. Dediyim ovalın ilkinə bax. O parçalanan böyük məkanların səsini dinlə, özünə bax. Onlar, məkanlar səpələnmədi. Diqqətimdə, baxışımda məkanlaşdı. O ilk məkanlar məkanlarla məkanlaşdı. Hər biri ilə ardıcıllıqda, bir hərəkət başlanğıcı ilə öz yerində məkanlaşdı. Bir vəhdətdə məkanlaşdı. O ilkimin təzahürüdür. İlk anla təzahürdür. Baş mərkəzdə olar, iki qol, iki tərəfə kainatların öz varlığı. Mənim işığım ilkdir, yaranışa ilkdir. O işığım o müqəddəslərdə paydır. İşıq təzahürüm hər yaranışa paydır. Yaranış paylıdır, mənim işıq qədərimdən paylıdır. Yaranan yaranışa bəşər də yaranış. O bəşər də paylıdır. Onun ağ işığı sinədədir. Udlaqda deyil. Sinə mərkəzdir. Mərkəzdən bağlılıqdadır. O bəşər də təzahürdür. İlk yaranış anının kainatlar yaranışına. O ilk ana təzahürdür. İşığım iki səmtə, yayımı iki səmtə, kainatların yaranışı iki səmtə, üç müddətə iki səmtə, bir baxışımda altı müddətə. Altı tamdır, yeddi başlanğıc. Dedim sənə, göstərdim sənə. Yaranış yaranışdan, bəşər bəşərdən uzaq deyil. İlki ilə bir bağlılıqdadır. Uzaq deyil. Qollarını yana aç. Mənə dur, kainatları bir yaranış anına. Kainatların ilk yaranış anında olduğu kimi qollarını yana aç, səcdiyə dur. Bir səmtin üç olacaq. O müddət olacaq. Bir səmtində də üç olacaq. O da müddət olacaq. İkisi bir olub birlikdə altı olacaq. Mənə üz tutacaq, başlanğıc olacaq. Müqəddəs olacaq. Yeddi dediyin müqəddəs olacaq. Altı müddətdir. İki tərəfim altı ilə müddətdir. Önüm, arxam altı ilə altıdır. 12 müqəddəs bölümdədir kainat. Mərkəzdə mən, 6 ilə 6'dır önüm, arxam. 12 qatdır. Müqəddəs qatdır kainatım. İki səmtim müqəddəsdir. Kainatın ilk yaranış ovalı müqəddəsdir. Mən ilkəm, yaradanam. Səmtlərim müqəddəs. Yaranan yaranış müqəddəs. Müqəddəslik arasında hər yaranış müqəddəs. Baxışım müqəddəs. Baxışımda müqəddəs. Baxışım, işığım, zərrəm əhatəsində olan hər yaranış müqəddəs. İşığımlasan, o işıqdan paylısan. O işıq müqəddəs. Üzü müqəddəsliyə, mənə dur ki, ətrafım müqəddəs. İşığım ağ, paçdır ki müqəddəs ilk mənəm. Yaradan mənəm. Yaranışlar müqəddəs. Dur, səcdiyə dur, qollarını yana aç. Mənə səcdəyə dur. İlk ana, kainatların yaranmış halına səcdəyə dur. Dur, paç dur, diqqətli dur. Ətrafımda o müqəddəslər kimi diqqətli dur. İşığıma, mənə səcdəyə dur. Kainatlarıma, hər yaranışa səcdəyə dur. Paçlığa, paçlıqla səcdəyə dur. Su ilə paçlan dur. Mənə şükür, səbirli ol. Sağına, soluna baş əy, səcdəyə dur. Dur, düz dur. Üzün mənə baş əy. Səcdəyə dur. Xatırla müqəddəsliyi, 1-i, 3-ü, 6-nı, 7-ni, 12-ni,
tək olan yaradan məni, müqəddəslərimi, o işıq məkanım günəş arxanda olanda dur. İki müqəddəs işıq arasındadır. İki müqəddəs işıq arasındadır. Önün, arxan, sağın, solun işıqdadır. İşıqladır. İşıq payımdan işıq ayıran ol. Üzü işığa dur. Yəni qollarını yana aç, səcdəyə dur deyimi, ilkdən yaranış halını, o formanı yadda saxla deyimidir. Amma pak olmadan, su ilə pak olmadan səcdəyə dur deyimi deyilməyib. Su ilə pak olmaq odur ki, nüvəsində olan o kürrəvi ağ işıq payı yer planeti üçün ilkdir, əvvəldir. O nüvə qədəri qatlara işıq zərrələri saçır. Mərkəzdən qatlara qədər olan məsafəni, qatların funksionallığını və qatlara isti ilə nəm ayrılmasını yadına sal. İlkin nüvə işığının əvvəli paçlıqla olduğundan ayrılan suyun özü də ilkdən paçdır. Paçlıqla paçlanmış bir səmtə, bir istiqamətə durar.